Allah Malik aleyhisselamdan, kiramen katibin meleklerinden, İnker ve Münker aleyhisselamdan, Rıdvan aleyhisselamdan, Cebrail aleyhisselamdan ve Kerubiyan meleklerinden 1000 kere razı olsun. Amin. Cəsiyyət suresi. Rəhman və Rəhim Allahın adıyla. Hamim. Güclü müdrik olan Allah nazil eləmiş bu kitabı. Şübhəsiz göylərdə, yerdə ayələr var iman gətirənlər üçün. Sizin yaradılmağınızda canlıların yaradılaraq yer üzünə yayılmasında ayələr var, yəqinliklə inanmış kimsələr üçün. Gecə ilə gündüzün növbələşməsində ruzu yetirmək üçün Allahın göydən su göndərib ölmüş torpağı diriltməsində, küləkləri istədiyi kimi və istədiyi səmtə əstirməsində ayələr var, anlayan kimsələr üçün. Bunlar Allahın ayələridir. Haqq olaraq oxuyuruq sənə bunları. Allaha, onun ayələrinə inanmırsa kafirlər, bəs hansı söhbətə inanar onlar? Vay halına hər yalan danışanın, hər günah yiyəsinin. O kəsin ki, Allahın ayələri ona oxunan zaman dinləyər, sonra isə bunları sanki eşitməymiş, təkəbbürlü üz döndərər imandan, küfründə israr eləyər. Ağrılı bir əzab ilə müjdələ onu. Ayələrimizdən nəyisə öyrəndimi, başlayar o şeyi ələ salmağa. Alçaldıcı bir əzab gözləyir belələrini. Cəhənnəm çıxacaq qabaqlarına. Qazandığı şeylərin də Allahı qoyub dostlar olaraq tapındıqları bütlərin də bir faydası olmayacaq onlara. Böyük bir əzab gözləyir onları. Doğru yolu göstərəndir bu Qur'an. Ağrılı və iğrənc bir əzab gözləyir belələrinin, Rəblərinin ayələrini dananları. Gəmilər onun əmri ilə üzələr deyə, lütfündən pay olaraq verdiyi ruzunu arayasız deyə, ona şükr eləyəsiz deyə sizə tabe eləmiş dənizi Allah. Göylərdə nə varsa, yerdə nə varsa, hər şeyi sizə tabe eləmiş. Şübhəsiz bunda ayələr var, düşünüb daşınanlar üçün. Möminlərə de ki, Allahın cəza günlərindən qorxmayanların günahlarından keçsinlər. Qazandıqları günahlara görə Allah özü versin cəzalarını. Kim salih bir iş görürsə, bu onun öz xeyrinə. Kim pis bir iş görürsə, bu onun öz şərinə. Rəbbinizin dərgahına dönəcəksiniz axırı. Kitab verdik, hakimlik verdik, peyğəmbərlik verdik İsrail oğullarına. Təmiz şeylərdən, ruzilərdən getirdik onlara. Aləmlərdən üstün tutduq onları. Aşkar dəlillər verdik onlara din işlərində. Ancaq elm aldıqdan sonra çəkişməyə başladılar. Zəhlələri gedirdi bir-birindən onların. Çəkişdiyi şeyləri qiyamət günü ayırt edəcək, öz hökmünü verəcək Rəbbin onlara. Sonra da biz səni seçdik, din işlərində şəriət sahibi səni elədik. Şəriətə tabe ol, bilgisizlərin həvəsinə, istəyinə uymayasan.
Allah'ın qəzəbini taleyindən azacıqda dəf etməyə çatan deyil gücləri. Şübhəsiz bir-birinin dostudur zalimlar. Müttəqilərin isə dostu Allah'tır. İnsanları deyib aşkar həqiqətlər daşıyan bir kitabdır bu Qur'an. Yol göstərir, rəhmət verir dərindən inanan kəslərə. Yoxsa pisliklər törədən kimsələr elə bilirlər, ölüb dirilmək hamıya eyni cür aid olduğundan iman gətirənlərə, salih işlər görənlərə onları bir tutacağıq. Çox səy fikirdədirlər. Göyləri, yeri haqq olaraq yaratmış Allah. Hər kəs qazandığı günaha görə alar öz cəzasını. Belələrinin haqqında bir haqsızlıq edilməz. İstəyini özünə Tanrı seçəni de, tanıdınmı? Yaranmamışdan öncə də tanıyırdı. Azdırmış onu Allah. Qulaqlarına, ürəyinə möhür vurmuş, gözlərinə pərdə çəkmiş Allah. Allah'tan başqa onu doğru yola kim çəkəcək? Bunu anlamaz mısınız? Həyatımız yalnız bu dünyadadır. Ölürük burada, yaşayırıq burada. Yalnız zaman bizi yoxa çıxarar, deyərlər. Yox, onların bu barədə heç bir bilgisi, sadəcə olaraq belə zənn eləyərlər. Ayələrimiz açıqlanaraq onlara oxunan zaman bunların əleyhinə bir dəlil gətirmədən doğru sözlü, düz əməlli kimsələrsinizsə, qaytarın özümüzə bizim atalarımızı deyər sadəcə onlar. De ki, sizə öncə can verər, sonra sizdən can alar, sonra da qiyamət günü cəm eləyər bir yerə sizi Allah. Şübhə yoxdur gəlməyinə o günün, ancaq ki çoxları bilməz bunu. Allah'tır göylərin yerin niyəsi, qiyamət qopacaq gün, məhz həmin gün itkiyə uğrayar, batil pərəst kimsələr. Diz çökmüş görərsən sən o gün hər ümməti, özünün əməl kitabına doğru gəlməyə çağırarlar hər ümməti. Bugün gördüyünüz işlərə əvəz olaraq alacaqsınız cəzanızı. Haqq olaraq danışar bu yazımız sizin əleyhinizə. Gördüyünüz işləri birər-birər burada qeydə alırdıq. O kəslər ki iman gətiriblər, salih işlər görüblər, onları rəhmətinin yazısına salar Rəbləri. Budur aşkar qurtuluş. Kafirlərə gəlincə isə ayələrin sizə oxunmadı mı? Təkəbbürlük elədiniz, günahlara batdınız, deyilər onlara. Allah'ın vədi haqdır, qiyamət saatının gəlməyinə şübhə yoxdur. Deyiləndə onlara, nə bilək qiyamət saatı nədir? Yalnız zənn edə bilərik bunu. Bu barədə aydın anlamımız yox deyərdilər. Aydın olmuş onlara gördükləri pis işlər, yaxalamış onları lağa qoyduqları şeylər. O gün onlara deyilər, bu günə qovuşacağınızı unutmuşdunuz. Biz də unuturuq sizi bugün beləcə. Yalan danışmayın, şeytan yalanların babasıdır. Yalan konuşmayın. Allah yaratandır, kulsa acizdir. O kul gökyüzüne baksın, bir də yerə baksın, bir də kalbinə baksın. Allah en büyüktür, Allah yaratandır.
Allah'tan başka ilah yoktur. Alemleri de Allah yaratmıştır. Her kul Allah'ın karşısında acizdir. Göklere baktığın zaman yerde bir karınca olduğunu görürsün.